Cəhənnəmdə uşaqlar yandırırdılar. Bəli, həqiqətən cəhənnəm deyə bir yer olub. Cəhənnəm sözü Gehinnom sözündən gəlir ki, Gehinnom Yerusəlimin cənubundakı bir vadinin adıdır ki, o vadidə qədim dövrdə rituallar edirdilər. Belə ki, o rituallarda xüsusilə kiçik uşaqları yandırırdılar. Qədim Mesopotamiya tanrılarından biri olan Baalın şərəfinə İsrail torpaqlarında və Finikiyada yerli əhali öz uşaqlarını yandırırdı. Onun bir növ gözünə girmək üçün, onu bir növ qurban vermək üçün. Çünki quraqlıqlar və çətin durumlar baş verəndə düşünürdülər ki, Tanrıya ən sevdikləri, dəyər verdikləri şeyi versələr, Tanrı da həminki cəmiyyəti xilas eləyər. Xüsusilə bu tək İsrail cəmaatında deyildi, bayaq da söylədim, Finikiyalılarda da var idi ki, həminki Finikiyalılar sonradan Şimali Afrikadakı müasir Tunis torpaqlarına köç eləyərək Karfagen şəhərini salırlar. Həminki Karfagen koloniyasında da bu tip ritualların keçirildiyi bilinir. Niyə? Çünki toplu halda uşaq məzarlıqları tapdılar. Yəni uşaqları toplu surətdə yandırırdılar. Bir növ tanrılarına qurban verirdilər. Həmçinin savaşların nəticəsini bilmək üçün xüsusilə bakirə qızları yandırırdılar. Təbii ki, bununla bərabər heyvanları da yandırırdılar. Təsəvvür edin, uşağını bunu eləyən heyvanlara neynəməz? Çünki bu adətən rituallar bir müddətdən sonra yerli krallar tərəfindən dayandırıldı. Xüsusilə də İbrahim dinlərinin yüksəlişi ilə bu tip ayinlərin qarşısı alındı. Həminki bölgə, Gehinnom bölgəsi zamanla cəhənnəm sözünə dönüşdü. Çünki cəhənnəmdə də yandırılır insanlar. Eyni də oradakı kimi. Yəni bir növ yandırılan bir məkan, insanların əzab çəkdiyi bir yer mənasını verir ki, bütün Semit xalqlarında bu öz yerini almışdır.